İlk olaraq diqqətimi yetirmək istəyirəm İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri Əziz Nəsirzadənin Azərbaycana səfərinin məqsədi nədir, belə deyək? Kifayət qədər mürəkkəb bir periodda, kifayət qədər mürəkkəb münasibətlər sistemində İranın müdafiə və bütövlükdə müdafiə sektoruna rəhbərlik edən, bilirsiniz, İranda Müdafiə Nazirliyi özlüyündə xüsusi spesifik qurumdur və səlahiyyətlərinə görə Azərbaycan Müdafiə Nazirliyindən fərqlənir. Deməli, onun Azərbaycana səfəri özlüyündə kifayət qədər diqqət çəkən məqamdır. İlk növbədə burada xüsusi diqqət yetirməliyik İranın özünün beynəlxalq vəziyyətinə, qonşuları ilə vəziyyətinə, həmçinin İran ətrafında baş verənlərə. Təbii ki, müxtəlif fikirlər yürütmək mümkündür, amma təbii ki, indiki məqamda İran Müdafiə Nazirinin Azərbaycana səfəri, Azərbaycan rəsmiləri ilə müzakirələr aparılması ilk növbədə İranın hazırda düşdüyü vəziyyət çərçivəsində həyata keçirdiyi diplomatik gedişlərin çox mühüm bir həlqəsi kimi qiymətləndirilməlidir. Azərbaycanla bağlı bütün qonşuların mövqeyi kifayət qədər aydındır. Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən qonşularına münasibətdə hər hansı formada istifadə edilməyəcək. Bununla bağlı yaxın günlərdə də ən yüksək səviyyədə kifayət qədər ciddi bəyanatlar verilib, Azərbaycanın mövqeyi ifadə olunub. Yəni, biz o qənaətdə deyilik ki, İranın Azərbaycanın ərazisindən ona qarşı hansısa formada istifadə edəcəyi ilə bağlı narahatlıqlar var. Deməli, məsələ burada müzakirələr daha fərqli istiqamətlərdir. Beynəlxalq platformalarda Azərbaycanın güc və nüfuzuna söykənmək, Azərbaycanın güc və nüfuzundan qonşu kimi istifadə etmək cəhdləri təbii ki, ilk növbədə burada öndə dayana bilər. Bu hansı formada mümkündür? Azərbaycanın ötən dövrdə xarici siyasət kursunun, çox vektorlu, uğurlu xarici siyasət kursunun biz istiqamətlərinə baxsaq, Azərbaycan prezidenti özünün ifadə etdiyi kimi bunu xüsusi bir reklam etmədən, xüsusi yaymadan bir çox münaqişələrin ya qarşısının alınmasında və bu və ya digər formada ritorikaların yumuşaldılmasında çox uğurlu təcrübəyə malikdir. Məsələn, İsrail ilə Türkiyə arasında bu proses yaşanan zaman, Türkiyə ilə Rusiya arasında bu proseslər zamanı və təbii ki, bugün də Azərbaycan istər İslam dünyasında çox ciddi əlaqələrə malik dövlət kimi, həmçinin də İsraillə kifayət qədər ciddi əlaqələrə malik az saylı müsəlman dövlətlərindən biri kimi bu prosesdə hansısa formada öz rolunu oynaya bilər. Digər tərəfdən Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin hazırki inkişaf tendensiyasına baxaq. Demokratlar dövründə kifayət qədər aşağı səviyyəyə, Cənab İlham Əliyevin təbirincə desək, sıfırlanmış səviyyəyə düşən əlaqələr bugün analoqsuz istiqamətlərdə ciddi inkişaf templərinə malikdir. Amerika Birləşmiş Ştatları Azərbaycana bölgədə özünün əsas tərəfdaşlarından biri və əsas ticari, iqtisadi tərəfdaşı kimi baxır və nəzərə alsaq ki, Trump siyasətində iqtisadi istiqamətləri, investisiya istiqamətləri ən vacib istiqamətlərdir. Belə olan halda, təbii ki, Azərbaycan-Amerika Birləşmiş Ştatlarının münasibətlərinin ən azı Trumpın və respublikaçıların hakimiyyəti dövründə tamamilə yeni müstəviyə qədəm qoyacağı ilə bağlı fikir yürütmək çətin məsələ deyil. Yəni, Amerika-Azərbaycan münasibətlərinin hazırki səviyyəsində Azərbaycan bu istiqamətdə də önəmli vasitəçilərdən biri kimi çıxış edə bilər. Təbii ki, indi bizim əlimizdə xüsusi bir fakt yoxdur ki, qeyd edək ki, Azərbaycan, İran və Amerika Birləşmiş Ştatları arasında vasitəçilik etməkdədir və yaxud İsrail ilə İran arasında vasitəçilik etməkdədir. Amma əgər hazırda danışıqlar davam edirsə, İran da bu danışıqlara xüsusi cəhdlər göstərirsə, Amerika Birləşmiş Ştatları prezidentinin bugün ifadə etdiyi kimi, o cümlədən İsrail ilə pərdə arxası danışıqlarla bağlı məlumatlar varsa, təbii ki, proqnozlar yürütmək üçün kifayət qədər əsaslar ola bilər ki, Azərbaycan bu prosesdə özünün vasitəçilik güc və imkanlarını ortaya qoysun. Bəhruz bəy, bir məsələyə diqqət yetirmək istəyirəm. Niyə səfər Amerika Birləşmiş Ştatları İran danışıqlarının başlandığı gün reallaşdı? Əslində bizim qeyd etdiyimiz, amma xüsusi faktlarımızın olmadığı arqumentlər ki var, həmin arqumentləri sizin dediyiniz bu məqam daha da gücləndirir. Yəni, Amerika Birləşmiş Ştatları və İran arasında danışıqların xüsusən yeni bir mərhələyə qədəm qoyması. Çünki əvvəl bilirdik ki, bu danışıqlar daha çox qarşılıqlı hərbi ritorika üzərində qurulmuşdu, siyasi atmacalar üzərində qurulmuşdu, hədə-qorxu üzərində qurulmuşdu. Amma bugün artıq Amerika Birləşmiş Ştatlarının prezidenti İranın danışıqlarda göstərdiyi cəhdləri dırnaqarası ifadə etsək təriflədi. Yəni, belə olan məqamda əlbəttə heç də İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirinin Azərbaycana səfəri və Azərbaycan prezidenti ilə görüşü, eyni zamanda Müdafiə Nazirliyi ilə görüşü heç də təsadüf sayıla bilməz. Mən bir daha qeyd etmək istəyirəm. İranın, Azərbaycanın öz ərazisindən İrana qarşı istifadə edilə biləcəyi ilə bağlı narahatlıqları ancaq və ancaq
mühafizəkar kəsimin dilindən səslənə bilər. Amma İran prezidenti də, İranın mövcud hakimiyyəti də yaxşı bilir ki, Azərbaycan sözü imzası olan dövlətdir. Azərbaycan prezidenti heç vaxt heç bir qonşumuza qarşı kənardan başqa qüvvələrin, həmin qüvvələrlə Azərbaycanın münasibətinin hansı səviyyədə olmasından asılı olmayaraq İran əleyhinə istifadə etməyə imkan verməyəcək. Ona görə də mən qeyd etdiyim kimi hazırda danışıqların başladığı, danışıqların aktiv fazaya qədəm qoyduğu, düzdür, bu danışıqlar nə qədər ümidvericidir, bu başqa məsələ, amma danışıqların aktiv fazaya qədəm qoyduğu bir dönəmdə İranın aidiyyatı yüksək Çinli məmurunun Azərbaycana səfəri, danışıqlar burada aparması bir daha qeyd etdiyimiz kimi bu təsadüf hesab edilə bilməz və heç şübhəsiz ki, beynəlxalq platformada Azərbaycanın artan rolu və imkanları fonunda Azərbaycanın, Bakının dəstəyini almağa hesablanıb. Bir məqamda gözdən yayınmır ki, Əziz Nəsirzadə Prezident İlham Əliyevlə görüşdə Pezeşkiyanın göstərişi ilə səfərə gəldiyini vurğuladı. Bu da əbəs yerə deyildimi? Əslində, təbii ki, bir dövlətin nazirinin başqa bir ölkəyə səfəri, beynəlxalq subyektlər arasında qarşılıqlı səfərlər, bu ali dövlət razılaşmaları çərçivəsində həyata keçirilir, bu turist səfərləri deyil və xüsusən də müdafiə naziri əgər başqa bir dövlətə səfər edirsə, əlbəttə bu prezidentin məlumatları çərçivəsində olur. Amma bir də prezidentin özünün göstərişi ilə səfər, bu da xüsusi diqqət çəkən məqamdır və nəzərə alaq ki, gələrkən də əsas diqqət Pezeşkiyanın Azərbaycanın xüsusi təəssübkeşi olması ilə bağlı məqama vurğulanır. Əlbəttə, maraqlı məqamdır. Azərbaycan və İran prezidentləri arasında kifayət qədər yüksək səviyyəli münasibətlər var, qardaşlıq münasibətləri var. Bu həm tarixi bağlara, həm qan qohumluğumuza, eyni millətik biz. Eyni zamanda da siyasi proseslərin hazırki axarına münasibətdə biz bunu rahatlıqla deyə bilərik və Pezeşkiyanın da Azərbaycana münasibətdə, məsələn, Zəngəzur dəhlizinə münasibətdə ən real prosesləri qiymətləndirən İran rəsmisi məhz Pezeşkiyan oldu və onun mövqeyi Azərbaycanı çox-çox qane edir. Eyni zamanda da İranın özünün mövqeyiləri də, bu mövqeyi də İranın özünün mənafələrinə də bir mənalı xidmət edir. Belə olan təqdirdə təbii ki, İranın Müdafiə Nazirinin bu məsələyə xüsusi toxunması təsadüf hesab edilə bilməz. Və bu eyni zamanda elə əvvəldə də sizin təqdimatda da qeyd etdiyiniz kimi İranda bilirsiniz, mühafizəkar kəsim bu uzun illər İran üçün ciddi problemlərə çevrilib. Nə proseslərin arxasında tam şəkildə dayana bilmirlər, İranı müharibəyə sürükləyib, sonra arxasında dayana bilmirlər, digər tərəfdən də inkişafın və s. qarşısında dayanan amillər kimi çıxış edirlər zaman-zaman. Belə olan təqdirdə əslində Pezeşkiyan hakimiyyəti İran üçün xüsusi bir şansdır və qonşularla xüsusən onun münasibətlərinə praqmatik yanaşması, Azərbaycan siyasətinin onun kifayət qədər uğurlu və praqmatik olması əlbəttə bu proseslərdən hər iki xalqın çıxarına xidmət edəcək bir situasiyaya gətirib çıxarır prosesləri və o cümlədən də İranın hazırki düşdüyü o dalan durumu, siyasi dalan durumu, İrana münasibətdə çox sayılı sanksiyalar fonunda Pezeşkiyan bu əlaqələrindən eyni zamanda bu münasibətlərindən istifadə etmək istəyir. Nəzərə alaq ki, Azərbaycan prezidenti, bəli, bizim dövlətimizin ərazisi o qədər də ciddi göstərici sayıla bilməz, əhali sayımız dünyaya təsir imkanlarına malik bir sayı deyil, amma Azərbaycan prezidentinin ötən dövr ərzində təcrübə göstərir ki, şəxsi nüfuzu, qlobal liderliyi və onun qlobal siyasətə çəkisi bu bir mənalı şəkildə mübahisə doğurmayan məqamlardır və heç şübhəsiz ki, İran lideri hazırda bu məqamı da İran üçün bu və ya digər formada Azərbaycanın özünün mənafələrinə xələl gətirmədən bölgəyə sülh və sabitlik gətirmək adına bu amildən də istifadə etmək istəyir. Sadaladığımız bu məqamlar əslində Bakı-Tehran xəttində hansı məsələni ön plana çıxarır? Əslində bu Azərbaycanın bir mənalı şəkildə tezislərinin və argumentlərinin təntənəsi deməkdir. Azərbaycan prezidenti hər zaman, hələ müharibədən sonra xatırlayırıqsa, münasibətlərin hətta gərgin dövründə belə Xudafərin körpüsünün yanında əlini İran tərəf uzatdı, Xudafərin körpüsünü uzatdı və dedi ki, qardaşlıq körpüsüdür, dostluq körpüsüdür. Ötən dövr ərzində İranda ayrı-ayrı dairələrin Azərbaycanla münasibətləri gərginləşdirmək cəhdləri fonunda biz çox çətin proseslərdən keçmişik. Amma Azərbaycan həmişə tezislərini vahid istiqamətdən, vahid ideologiyaya, vahid çoxvektorlu xarici siyasət kursuna əsaslanan tezislərini həmişə müdafiə edib və ötən dövrdən 2020-ci ildən bugünə qədər bizim tezislərdə dəyişən heç nə yoxdur. Biz həmişə İranla dəfələrlə bəyan eləmişik ki, bizim ərazimizdən sizə qarşı istifadə olunmayacaq. Azərbaycan dövləti İran üçün düşmən deyil, Azərbaycan dövləti İrana öz dostu, qardaşı, ortaq tarixi olan dövlət kimi baxır. O xüsusi dırnaq arası mühafizəkarlıq edib
Azərbaycana münasibəti hədə dili ilə danışmaq heç kimə fayda verməz və bugün çox şükürlər olsun ki, Pezeşkan hakimiyyəti, Pezeşkan hökuməti bu prosesləri məhz Azərbaycanın arzuladığı istiqamətlərdə aparmağa başlayıb. Əlbəttə, indi çətin dönəmdə də İran da görür ki, Azərbaycan öz tezislərində nə qədər haqlı olub. Bu bölgədə kimlərləsə düşmən olmaq bölgə dövləti ilə və yaxud Azərbaycana, necə ki, cənab prezident Amerika Birləşmiş Ştatlarının demokratlar hakimiyyətinə münasibətdə deyirdi. İndi İran da vaxtı ilə Azərbaycanla münasibətlərinə İran-Ermənistan, Azərbaycan-Ermənistan prizmasından baxırdı və bu da çox uğursuz proseslərə gətirib çıxarırdı. İran özünün qırmızı cizgilərindən danışırdı və uğursuz proseslərə gətirib çıxarırdı. Amma bugün artıq İran da onu dərk etməyə başladı və bu çox sevindirici haldır ki, biz ortaq dil tapmışıq ki, əslində bizim qırmızı cizgilərimiz ortaq cizgilərdir. Bir-birimizin qarşısında biz dayanmamışıq. Bölgənin təhlükəsizliyi, bölgədə sülhün, sabitliyin qorunması üçün bizim birgə fəaliyyətimiz çox vacibdir və artıq bir daha deyirəm, proseslərin inkişafı, o cümlədən İran Müdafiə Nazirinin ritorikası da tam səmimiyyətlə demək olar ki, Azərbaycanın tezislərinin birmənalı şəkildə təntənəsi hesab olunmalıdır. Bakının Tehran-Tel-Əviv xəttində mümkün təmaslar qurması bir qədər öncə də siz qeyd elədiniz. Yaxud belə bir təklif İranda Pezeşkiyanın komandasının təşəbbüsüdür. Mümkündür ki, Amerika Birləşmiş Ştatlarının hərbi müdaxiləsinin qarşısını almaq məqsədi ilə müxtəlif diplomatik kanallarla işləyən İran rəhbərliyində Pezeşkiyan Azərbaycan xəttindən istifadə etmək missiyasını üzərinə götürüb, belə deyə bilərikmi? Belə bir rəsmi məlumat yoxdur. Hər hansı formada rəsmi məlumat Azərbaycan tərəfindən yayılmayıb. Bu məsələ üzərində ancaq biz proqnozlar üzərindən danışa bilərik və hansısa məsələləri təhlil edərək, analiz edərək bu nəticəyə gələ bilərik. Və bu nəticəyə gəlmək üçün də açıq deyək, müəyyən əsaslar var. Mən bir daha deyirəm. Amerika Birləşmiş Ştatları Azərbaycan əlaqələri özünün kifayət qədər müsbət dövrünə qədəm qoyub, artıq bilirsiniz, qarşılıqlı komissiyalar, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması istiqamətində işlərə başlayıb. Azərbaycan beynəlxalq təhlükəsizlikdə ciddi rol alır. Azərbaycan yeni dünya nizamı sayılan Sülh Şurasının təsisçilərindən, az sayılı təsisçilərindən biridir. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının bölgə ilə bağlı, ətraf bölgələrlə, məsələn, Yaxın Şərq sülh prosesi ilə bağlı Trump Azərbaycanın əsas tərəfdaşlarından və Azərbaycan liderinə özünün əsas məsləhəti üçün müraciət etdiyi şəxslərdən biri kimi baxır. Belə olan təqdirdə təbii ki, Azərbaycan prezidentinin nüfuzu, Azərbaycan dövlətinin Amerika Birləşmiş Ştatları ilə əlaqələri İran-ABŞ münasibətləri üçün müəyyən mənada o müvafiq kanallardan birinə çevrilə bilər. O cümlədən İsraillə münasibətlərimiz, Azərbaycanın İsraillə münasibətləri elə səviyyədədir ki, bu hansısa formada sonradan formalaşan münasibətlərlə bunu eyniləşdirmək olmaz. Azərbaycanda yaşayan yəhudilər, Azərbaycan tarixən yəhudilərə sözün əsl mənasında ana yurdu çevrilməsi, yəhudilərin Azərbaycanın əsas müdafiəçilərindən biri, hamilərindən birinə çevrilməsi tarixən, eyni zamanda İsrail dövləti yarandıqdan sonraki dövrdə, xüsusən bizim müstəqilliyimizi qazandıqdan sonraki dövrdə isə bilirsiniz, xeyli sayda Azərbaycandan da İsrailə köçmələr var. Bugün bizim münasibətlər tamamilə yeni mərhələdədir, fərqli mərhələdədir. İsrail hər zaman Azərbaycanın haqq hissəsini müdafiə edib. Belə bir məqamda əlbəttə ki, biz Azərbaycan-İsrail münasibətlərindən də təbii ki, Tehran-İsrail münasibətlərinin, Tehran-Tel-Əviv münasibətlərinin inkişafı hər hansı formada nizamlanması məsələsində rol oynaya bilər. Və Pezeşkiyan Bakı ilə təmasları sıxlaşdırmaqla İranda mühafizəkar qanadın Azərbaycanı hədəf seçməsinin qarşısına sədd çəkir. Nəsirzadənin qəbulda bu ifadəsi bu baxımdan əslində maraq kəsb edir. Biz bir qədər öncə də bunu qeyd elədik. Bu baxımdan deyə bilərikmi, əslində bu səddin çəkilməsi həqiqətən də nisbətən Azərbaycana olan mühafizəkar qanadın, belə deyək də, yüngül şəkildə deyək, hücumlarını, ritorikasını nisbətən qarşısını alıb? Əslində, çox təəssüflər olsun ki, hələ də zaman-zaman elə bir neçə gün əvvəl də İran ali dini liderinin, deməli, müvafiq müşavirinin Azərbaycana münasibətdə bir təhdid edici dırnaqarası notda bəyanatlarını eşitdik. Bəli. Amma istənilən halda həmin şəxslər faktiki olaraq İran dövlətinin rəhbərliyində təmsil olunmur. Onlar müşavir statusundadır və İran dövlətinin düzdür, xarici siyasətin ali rəhbər tərəfindən, İranın ali rəhbəri tərəfindən müəyyən olunur. Amma istənilən halda əsas icraçı və bu və ya digər formada müəyyən edici həm də ölkənin prezidentidir
ölkənin xarici işlər naziridir. Azərbaycan hazırki İran hakimiyyəti ilə kifayət qədər uğurlu bir kursda əməkdaşlıq dövrünə qədəm qoyub. Əlbəttə, Pezeşkiyanın Azərbaycanla əlaqələri, Azərbaycana səfəri, eyni zamanda Xankəndinə hətta səfəri, bu münasibətlərimizin yeni mərhələsi hesab oluna bilər. Ötən dövr ərzində İranın Azərbaycana münasibətdə bu və ya digər formada, xüsusən mühafizəkarların, ədalətsiz yanaşmaların hansısa formada nəticələrin aradan qaldırılması istiqamətində uğurlu gedişlər sayıla bilər və biz daha çox o heç bir səmərə verməyən, effektsiz və heç bir reallığa dayanmayan o müşavirlərin bəyanatlarındansa üzümüzü daha çox tutmuşuq Pezeşkiyan və onun siyasi kursuna, rəsmi şəxslərin hansı ki, Azərbaycanla münasibətlərin mahiyyətini başa düşür, Azərbaycandan İrana yalnız və yalnız fayda toxuna biləcəyini, Azərbaycanın İrana doğma niyyətlə yanaşdığını başa düşür. Bu mənada elə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirinin də Azərbaycana Pezeşkiyanın o xüsusi münasibətinin olması ilə bağlı bəyanatı əslində təsadüf, bir daha deyirəm, sayıla bilməz və hansısa formada elə mühafizəkarlara cavabdır. Aha. Bir məqamda var ki, Ərdəbil dəmir yolunun Muğan, daha sonra Azərbaycan və Orta Asiya ilə birləşdirilməsi strateji məqsədlərdən biridir, bilirik. Bunu İranın Yol və Şəhərsalma Nazirinin müavini İnkişaf və İnfrastruktur şirkətinin rəhbəri Huşenk Bazvend Miyanə Ərdəbil dəmir yolu xətti üzrə sərnişin qatarı ilə sınaq səfəri zamanı deyib. Bu marşrut Qafqaz və Rusiya ilə mübadilənin genişlənməsinə səbəb ola bilərmi? Əslində, Azərbaycan özünün şimal-cənub, eyni zamanda şərq-qərb infrastrukturunu kifayət qədər yeniləməkdədir. Ortada ciddi infrastruktur layihələri var ki, hazırda işləkdir. İranın bu layihələrə qoşulması, hansısa formada Azərbaycan imkanlarından istifadə etməyə cəhd göstərməsi və bununla bağlı nümunələrin olması ancaq alqışlanandır. Bu onu göstərir ki, orta dəhlizin vacib segmenti kimi, o cümlədən şimal-cənub dəhlizinin ən vacib segmenti kimi Azərbaycanın rolu artır. Nəticə etibarilə İran əgər bizim infrastrukturundan istifadə edəcəksə, bu həm bizim qarşılıqlı münasibətlərimizin İranla Azərbaycan arasında münasibətlərin iqtisadi əsaslarını möhkəmləndirəcək, həm də Azərbaycanın tranzit hub kimi rolunu artıracaq. Bu, eyni zamanda İranın özünün də tranzit hub kimi rolunu artıra bilər. Bu mənada qeyd olunan bəyanatlar təbii ki, alqışlanandır və hər iki xalqın və dövlətin mənafelerini bir mənalı şəkildə ifadə edir. Amma indiki məqamda mən hesab edirəm ki, daha çox İranın istiqaməti təhlükəsizlik məsələlərinə yönəlib və biz ən qısa müddətdə bu məsələlərin həllini taparaq daha çox iqtisadi müstəviyə yönələcəyimizi ümid edirik. Belə bir məqamda adətən siz də bir qədər öncə qeyd elədiniz ki, Ermənistanı İran özünün qırmızı cizgisi sayırdı və belə deyək, indiki məqamda İran Ermənistandan nə gözləməlidir? Əslində, indiki məqamda tamamilə konfigurasiya dəyişib. Artıq Ermənistan özü daha praqmatik düşüncələrlə addımlamağa başlayıb. Bilirsiniz, Ermənistanın ərazisi o qədər də tranzit istiqamətlər üçün o qədər də uğurlu deyil. Coğrafi mövqeyi bəli, kifayət qədər normal coğrafi məkanda yerləşir, amma dağlar, relyef və s. bütövlükdə coğrafi məkan olaraq Ermənistana o qədər də həm etibarlı, həm də uğurlu tranzit kimi baxılmır. Bu mənada Ermənistanın yeganə çıxış yolu məhz Zəngəzur dəhlizidir ki, Ermənistan orta dəhlizə məhz Zəngəzur dəhlizi ilə hansısa formada vacib segment kimi çıxış etməyə başlaya bilər. Bu mənada İranın Ermənistandan xüsusi gözləntisi, bu daha çox elə gözlənti adlandırıla bilər. Bəs vəziyyət gərginləşərsə, nədənsə ehtiyat eləməlidirmi Ermənistan tərəfdən? Əslində, Ermənistan tərəfinin nədənsə ehtiyat etməsi özlüyündə bu da ciddi sualdır. Çünki Ermənistanın özündə də daxili vəziyyət o qədər uğurlu deyil. Ermənistanın özü seçki ərəfəsindədir və əslində Ermənistan özü bugün İranda hər hansı proseslərin mənfi tendensiyaya, qərbi qarşıdurmaya doğru getməməsi üçün çox maraqlı olmalıdır. Amma digər tərəfdən də Ermənistanda bugün qərb dəstəkli qüvvələrin olması, Avropa İttifaqının müşahidə missiyası adında təhlükəsizlik qüvvələrinin olmasının bunun əsl məqsədləri ilə sual yaradır. Hesab edirəm ki, əslində İran özü bu və ya digər formada şimal qonşusuna, yəni Ermənistana münasibətdə ehtiyatlı davransa daha yaxşı olar.